9-cu sinif buraxılış imtahanında düşmüş qrammatika suallarının izahına baxaq. Deməli, birinci sual. Sözlərdən biri amonimli xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilir. Biz amonim sözü tapmalıyıq ki, həmin söz isim və feil kimi işlənə bilsin. Baxın, diqqətli olun. Amonimlərdə əsas nəyə fikir veririk? Amonimlərin canı, baxın, başlanğıc formadır. Başlanğıc forma. Amonim sözlərin başlanğıc formaları eyni olmalıdır. İndi gəlin A variantında sancaq sözünə baxaq. Sancaq sözünü bir isim kimi işlədə bilərik. İsim. Məsələn, sancaq gözəldir və ya sancaq qırıldı. Nə? Sözün kökü sancmaq, A leksik şəkilçi olur. Başlanğıc forması olur sancaq. Bir də yazıram ki, nə bilim, onu sancaq, kaş sancaq, əmr və arzu şəklində. Əmr şəklində düşünsəm, A-qı qrammatik götürəcəm. Arzu şəklində düşünsəm, A qrammatik, Q qrammatik. Yəni, arzu şəkli, Q da şəxs sonluğu. Başlanğıc forma hər iki versiyada sanc olacaq. Və görürsünüz, isim olaraq başlanğıc forma sancaq olursa, feil olaraq başlanğıc formamız oldu sanc. Başlanğıc formaları fərqli olduğu üçün A variantını götürə bilmərəm. A-nı çıxdım. Daha sonra baxaq. Deməli, baxaq B variantına. Bu niyə belə oldu bir dəqiqə? Hə. Baxaq B variantına. Yığın sözü. Yığın isim kimi necə olacaq? Yığmaqdan yığın. Məsələn, bir yığın. Yığın isimdir. Və ya yığın başladı, belə deyirik. Bir də var, deyirəm ki, əşyaları tez yığın. Nə edin? Əmr şəklində. İsim kimi başlanğıc forması yığındısa, feil kimi başlanğıc forması yığ oldu. Başlanğıc forma fərqli olduğu üçün B variantı da olmaz. Əkin sözünə baxaq. Deyirəm ki, əkin başladı və ya əkin dövrü başladı. Əkməkdən əkin. İsim kimi başlanğıc forma əkindir. Bir də deyirəm ki, meyvələri bu bağda əkin, ağacları bu bağda əkin. Əkin, nə edin? İn şəxs xəbərli şəkilçisi. Görürsünüz, feil kimi başlanğıc forması əkdir, isim kimi başlanğıc forması əkindir. Başlanğıc formaları fərqli olduğuna görə bu sözü götürə bilmərəm. Bilək sözünə baxaq. Deyirəm, biləyə ağrıyır. Bilək, qol, yəni əl mənasında. Əlimizdə, qolumuzdakı bilək. Sadədir, kökü də başlanğıc forması ilə biləkdir. Bir də deyirəm ki, dərsi yaxşı bilək. Əmr şəklində belə, arzu şəklində gördüyünüz kimi iki qrammatik şəkilçi olur. Deməli, bu sözün başlanğıc forması bil olur, feil kimi. İsim kimi başlanğıc forma biləkdir, feil kimi başlanğıc forma bildir. Olmaz. Cavab Y variantı böyür sözüdür. Hardan bilirəm? Baxın, böyür tərəf deyəndə və ya deyirsə böyürüm ağrıyır. Başlanğıc forma böyür, kökü böyür, başlanğıc forması böyür. Bir də var ki, heyvan böyürür, böyürmək feili var. Böyür sözün kökü başlanğıc forması da böyür. İsim kimi də, feil kimi də sadə sözdür. Kökü də başlanğıc forması da eynidir. Cavab Y. Sonra keçirik ikinci suala baxırıq. İkinci suala baxaq. Zülmlə sözünün səs tərkibindəki səhvi müəyyən edin. Əgər belə fonetika sualı bizə düşürsə, mütləq bilirik ki, nə etmək lazımdır? Mütləq, bax, sən niyə belə eləyirsən? Mütləq mən tələffüzünü yazmalıyam. Mütləq yazın imtahanda. Yazmasanız səhv çıxır. Zülmlə, 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 belə. Bu formada yazdığım tələffüzü. İndi baxıram. Sözdəki saitlərin hamısı incə və qapalıdır. Baxıram ki, sait deyirsə, sait samit deyəndə tələffüzə baxmalıyam. Ü qapalı, ə isə açıq. Burada deyir, hamısı incə və qapalıdır. Düzdür, hamısı incədir, amma hamısı qapalı deyil, axı, ə açıqdır. Deməli, səhv istədiyinə görə elə A variantı səhvdir. 2 hecalıdır. Heca deyəndə mən yazılışa baxmalıyam. 2 dənə sait varsa, deməli 2 hecalıdır. Düzdür. Deyilişi yazılışından fərqlənir. Bəli. 6 hərf, 8 səs varsa təbii ki, fərqlənir. Sözdəki samitlərin hamısı cingiltilidir. Z, L, M, N, N. Hamısı cingiltilidir. Nə qədər samit var? 1, 2, 3, 4, 5 dənə. Səslərin sayı hərflərin sayından çoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 səs, 6 hərf. Düzdür bu da. Səhv fikir A variantı. Daha sonra
Baxırıq. Həqiqətən Asiya yer kürəsinin ən böyük qitəsidir cümləsi ilə bağlı düzgün fikri müəyyən edin. Asiya yer kürəsinin ən böyük qitəsidir. Düzgün fikir nə olacaq? Birinci, belə cümlələrdə çalışın cümləni təhlil edin. Burada mənsubiyyəti görürsünüzsə, mənsubiyyətdən əvvəl yəli yalı olmalıdır. Yer kürəsinin qitəsi. Yer kürəsinin ən böyük qitəsidir. Nə? Hara? Asiya. Deməli, mübtəda xəbərdən ibarət olan cümlədir. Xəbər isimlə yox, ismi birləşməklə ifadə olunubdur. A-nı çıxdıq. Güman şübhə bildirən ara söz deyil, yəqinlik bildirən, həqiqətən. Təsdiq yəqinlik bildirən ara söz işlənib. İsmi birləşmə tamamlıq vəzifəsindədir. Cümlədə ümumiyyətlə tamamlıq yoxdur. İsmi birləşmə xəbərdir. Cümlədə mürəkkəb adla mübtəda mürəkkəb adla ifadə olunub, mübtəda xüsusi isimlə ifadə olunub. Səhvdir. İki cümlə üzvündən ibarətdir. İki cümlə üzvü, bəli. Deməli, mübtəda və xəbərdən ibarətdir. Ona görə testimizin doğru cavab variantı olur Y variantı. Üzrlü sayın çıxdı. Testimizin doğru cavab variantı olur Y variantı. İki cümlə üzvündən ibarətdir. Daha sonra baxırıq. İkinci dərəcəli üzvün iştirak etmədiyi müəyyən şəxsi cümləni müəyyən edin. İkinci dərəcəli üzv olmamalıdır və müəyyən şəxsi cümlə olmalıdır. Son vaxtlar heç belə darıxmamışdım. Darıxmamışdım nə vaxt, nə zaman? Son vaxtlar. Necə? Belə. Baxırıq ki, müəyyən şəxslidir, amma ikinci dərəcəli üzv var. Çıxdıq. Mənə deyil iştirak etmədiyi. Yuxarı çıxanda tamam əldən düşmüşdü. Əldən düşmüşdü nə vaxt, nə zaman? Yuxarı çıxanda. İkinci dərəcəli üzv var. İkinci dərəcəli üzv olmamalıdır. Məktəbli geyimi olmayanları danladılar. Danladılar kimi? Məktəbli geyimi olmayanları. Tamamlıq var. Çıxdım. Həyətdəki ağaclar artıq çiçəkləmişdi. Çiçəkləmişdi nə? Ağaclar. Hansı? Həyətdəki. Təyin var. Çıxdım. Həyəti təmizləmək yadına düşmədi. Baxın bu cümlənin təhlilinə. Baxın. Yadına düşmədiyi xəbər. Nə? Həyəti təmizləmək. Deməli, doğru cavab variantım olacaq Y variantı. Niyə? Çünki məsdər tərkibidir. Bu da frazeoloji birləşmədir. Cavab Y. Sonra feillərdən biri keçmiş zamandadır. Gülməlidir, nə etməlidir sualına cavab verərsə vacib, vacib şəkli. Bir də məsələn bu hadisə gülməlidir. Necədir? Feili sifət. Yəni keçmiş zaman deyil. Ya feili sifət ya da vacib şəkli olmalıdır. Bizə xəbər şəkli keçmiş zaman lazımdır. Bu isə vacib şəklidir. Deyir, indiki zamandır. Mənə keçmiş zaman lazımdır. Danış, danışdı ayrı mı ayrı? D, şöyle keçmiş zaman. Cavab C'dir. M da şəxs sonluğu. Qalar, qeyri-qəti gələcək zaman. Çıxdıq. Sev, sevir isə. İndiki zaman. Cavab C. Sonra 6. Doğru fikri müəyyən edin. Kinematoqraf sözünün deyilişi ilə yazışı fərqlənir. Fərqlənmir. Deməli, bu səhv fikirdir. Sarı sözü köməkçi diksiyası kimi işlənə bilmir, bilir, evə sarı. Deməli, ikisi də səhvdir. Qalın sözü sifət və feil kimi düşünülsə, amonim deyil. Düzdür. Qalın sifət kimi düşünülsə, sözün kökü qalın, başlanğıc forması qalın. Bizdə qalın feil kimi düşünülsə, qalın. Başlanğıc forması da qal. Feil olanda başlanğıc forması qal olur, sifət olanda başlanğıc forması qalın olur. Deməli, başlanğıc formaları fərqli olduğuna görə amonim deyil. Düzdür. Elə sözü əsas diksiyası kimi işlənə bilmir. Niyə? Əvəzlik olur, eləmək feili olur. Deməli, səhvdir. Oxşamaq sözü amonim deyil, amonimdir. Məsələn, uşaq sənə oxşuyur, oxşamaq. Feil, bir də məsələn, bənzəmək anlamında, bənzəmək. Bir də o mənim saçımı oxşuyur, oxşamaq. Uşağın saçını oxşuyur, yəni sığallamaq, sığal çəkmək anlamında. Bir oxşamaq, sığal çəkməkdir, bir də bənzəmək anlamında. Deməli, amonimdir. Amonim deyil, səhvdir. Cavab C. 7-ci sual. Birində tərz hərəkət zərfi işlənmişdir. Xəbər bura çatdı. Hara? Bura. Yer zərfi var. Vuruşun. Necə? Nə vaxt, nə zaman? Həmişə. Necə? Cəsarətlə. Bəli, cəsarətlə var. Doğru cavab B. Var. Harda? Yuxarıda. Yuxarıda yerdir. Bayırdan səs eşidildi. Hardan? Bayırdan. Yerdir. Sonra gələrik, xala. Nə vaxt, nə zaman? Sonra. Zamandır. Deməli, doğru cavab olur B. Cəsarətlə. Lalə leksik şəkildə, zərf düzəldən. Direktor danışır, müəllimlər və valideynlər diqqətlə qulaq asırdılar.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı hadisələr. Direktor danışır, o danışdığı anda da müəllimlərlə valideynlər diqqətlə qulaq asır. Yəni görürsüz, zaman fərqi yoxdur burada. Eyni zamanda baş verir. Tutaq ki, saat 09:10-dur. 09:10-da direktor nə edir? Danışır. Müəllim və valideynlər 09:10-da nə edir? Onlar da direktoru dinləyir. Eyni zamanda baş verir. O danışa bunlar da dinləyir. Y variantı. Və 9-cu suala baxaq. Qəşəng sualdır. Əlavə ilə bağlı sualdır. Asandır, diqqətli olun. Babamgilin evi kəndin ən səfalı yerində, meşənin kənarındaydı. Əlavəni istəyirsə cümlə özünün əlavəsi. Bax, mübtəda, xəbər, zərflik. Mütləq cümləni təhlil etmək lazımdır. Meşənin kənarındaydı. Meşənin kənarındaydı. Kəndin ən səfalı yerindəydi. Nə? Babamgilin evi. Deməli, xəbərin əlavəsi var. 2-yə A yazdım. Da bunu götürüb yer zərfliyi eləməyin. Yerində idi. İdi ixtisar olunub burada. Buradan aşağı Araza doğru yol gedirdi. Hara? Aşağı. Hara? Araza doğru. Deməli, yer zərfliyinin əlavəsi var. Zərfliyin əlavəsi. Bura yazdım B. Sonra Elxan, əziz qardaşım, təslim ol. Xitabın əlavəsi. Xitab. C-ni çıxdım. Xitabın əlavəsini soruşmur. Yəni burada. Ona görə götürmürəm. Ağ xalatlı tibb bacısı. Gənc qız hamıdan əvvəl xəstəyə yaxınlaşdı. Yaxınlaşdı kim? Tibb bacısı. Kim? Qız. Deməli, mübtədanın əlavəsi var. Yazdım bura D. Sonra, bura bizim ata-baba yurdumuz, doğma kəndimizdir. Kəndimizdir, xəbər. Kəndimizdir, xəbər. Necə doğma? Bir dəqiqə. Təyin. 1D, 2A, 3B. Yadda saxlayaq bunu. 1D, 2A, 3B. Hə. Bura bizim ata-baba yurdumuz, doğma kəndimizdir. Kəndimizdir, xəbər. Necə doğma? Bizim ata-baba yurdumuzdur. Hara? Bura. Baxın, kəndimizdir, yurdumuzdur. Nəyin əlavəsi var? Xəbərin əlavəsi var. Deməli, 1-ə Y. Daha doğrusu 2-yə Y. 1D, 2A-Y, 3B. 1D, 2A-Y, 3B. O da olur A variantı. Hansı cümlədə bağlayıcı işlənməyib? Otağa girməyi ilə çıxmağı bir oldu. Baxın, girməyi və çıxmağı. Deməli, buradakı iləni mən nə ilə əvəz eləyə bilərəm? Və ilə əvəz eləyə bilərəm. Burada bağlayıcıdır. Mənə deyir ki, bağlayıcı işlənməyib. Bunu çıxdıq. Otağa girməyi və çıxmağı bir oldu. Danışmaq istədim, ancaq bacarmadım. Bağlayıcıdır. Gah yağış yağır, gah da gün çıxırdı. Bağlayıcıdır. Təbiət oyanır və ətrafda gözəl mənzərə yaranırdı. Bağlayıcıdır. Bir gül ilə. Bu isə qoşmadır. Görürsünüz, və ilə əvəz eləyə bilmirəm. Qoşmadır. Bir gül və bahar olmaz. Deməli, bir gül və bahar olmaz ifadəsi düzgün deyil. Ona görə cavab olur qoşma. C variantı. 9-cu sinifin deməli, ilk seansının izahı idi bu. Yəni, ilk buraxılış imtahanda 9-lara düşən sualların izahı idi. 9-dar. Əgər hansı səviyyədə olduğunuzu bilmək istəyirsinizsə, məsələn, bu tip sualları işləyib baxa bilərsiniz. 10 sualdan neçə dənə səhviniz çıxıbsa, deməli, hal-hazırda siz imtahanda iştirak eləsəydiniz, bu qədər yazacaqdınız. Ona görə çalışın ki, səhvsiz yazın bu sualları. Sağ olun.